Mən Ülkər Məlikova. Bakalavr və magistr təhsilimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışam və uzun illər hüquq sahəsində rəhbər olaraq çalışmışam. Buna baxmayaraq, hal-hazırda strateji inkişaf və müştəri təcrübəsi sahəsində lider, müəllim və ilhamverici nitq sahibiyəm. Birinci yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Gənclərə öz yollarını tapmasına, özlərini tanımasına və dəyərlər üzərində karyera qurmasına dəstək olmaq istəyirəm. Uğur təkcə status deyil, o, dəyərlər üzərində irəliləməkdir. Təşəkkür edirəm. Dostlar, xoş gəlmişsiniz. Bir də hər birinizi salamlayıram. Təşəkkür edirəm bugün gəldiyiniz üçün. Bütün qonaqları və izləyicilərimizi də salamlayıram. Ümid edirəm ki, bugün maraqlı, amma ən əsası sizin üçün faydalı olacaq. Əlimdən gələni etməyə çalışacağım. Mən Ülkər Məlikova. Birinci yüksəliş müsabiqəsinin qalibi. 2017-ci ildən ali təhsil ocaqlarında tədris fəaliyyəti ilə məşğulam. Beynəlxalq şirkətlərdə, Azərbaycan ən böyük holdinglərin birində rəhbər vəzifələrdə çalışıram. Mənim digər bir istedadım da var, bu da rəsmdir. Gözəl bir rəsm çəkirəm. Və uşaqlığımdan mənim arzum rəssam olmaq olur. Bunun üçün hazırlaşıram və sərgilərdə artıq işlərim təqdim olunur. Kiçik bir rəssam kimi tanınmağa başlayıram. Üstündən illər keçir. Mən 9-cu sinifdəyəm. Universitetimizə Memarlıq fakültəsinin dekanı gəlir. Mənim haqqımda etibardansa. Və ikinci kurs tələbələri ilə mənə rəsm xətt məsələləri verirlər və mən onları rahatca həll edirəm. Və artıq 9-cu sinifdə Memarlıq fakültəsinə dəvət alıram. Və başlayıram o fakültəyə hazırlaşmağa. 11-ci sinifdəyəm, oktyabr ayıdır. Artıq dövlət imtahanlarına bir neçə ay qalıb. Bir gün atam gəlir, qarşısına mənə oturur, bildirir ki, Ülkər, sən birinci qrupa daxil olmayacaqsan. Mən atan olaraq qərar verdim ki, sən qız övladı olduğun üçün, sənin üçün daha uyğun olan humanitar ixtisaslardır. O vaxt 3-cü qrupa, indi bilməm dəyişilib ya yox, 3-cü qrupa hazırlaşacaqsan, ixtisası özün seçə bilərsən. Əsas odur ki, humanitar olsun. Anlayıram ki, artıq rəssam memar ola bilməyəcəm. Yenə də qarşımda qoyulan yollardan baxıram ki, mənə ən yaxın olan hüquq fakültəsidir. Və yeni bir özümə məqsəd yol seçirəm ki, hüquq fakültəsinə daxil olum. Vaxt çox az qalır və bizdə o vaxt Bologna sistemi təzə tətbiq olmaya başlayırdı. Demək olar hər ay imtahanlar fərqli bloklar üzrə, Azərbaycan dili üzrə, çünki mən Azərbaycan bölməsində oxumamışam. Və bir gün evdəyəm, yanımda da ancaq anam var və mənim telefonuma SMS gəlir. Həmin o SMS və bəli, cavab, mən hüquq fakültəsinə daxil oluram. Sevincimdən anamla bir-birimizi qucaqlayıb hönkür-hönkür ağlayırıq. Çox həyəcanlı bir an idi və mən qoyduğum məqsədə çatıram. Düzdür, həmin vaxt anlamırdım ki, ağlamalı günlər hələ qabaqdadır. Necə deyərlər, hüquq fakültəsinə bir daxil olan sevinir, bir də onu bitirən. Hüquq fakültəsinin tələbələri varmı? O zaman mənim sözümə inanın. Burada hekayəni pauzaya qoyaq və gəlin sizlərlə davam edək. Auditoriyaya səslənirəm. Mən indi danışdığım həyat yaşlarım təqribən sizin indiki yaşlarınızdır, çox güman ki. Uğur sizin üçün nədir? Uğur mənim üçün xoşbəxtliyə gedən yoldur. Xoşbəxtlik isə qarşıma qoyduğum məqsədlərə çatmaqdır. Yəni nəticədə uğur qarşıma qoyduğum məqsədlərə çatan bir xoşbəxtlikdir mənim üçün. Təşəkkür edirəm, çox sağ olun. Başqa fikri olan var?
Mən uğuru əslində bu sizin hekayənizdəki o həvəs olaraq adlandırardım ki, hər nə qədər qarşınıza ultimatumlar qoyulsa da, siz yenə də özünüzü motivasiya edə bilirsiniz. İşləməyəcəyinizi bilirsiniz, amma yenə də təhsilinizə davam edirsiniz. Ana olursunuz, uşaq dünyaya getirsiniz, amma yenə də öz motivasiyanızı itirmirsiniz, qırmızı diplomla bitirirsiniz. Əslində məncə uğur budur elə. Mənə görə uğur nə olursa olsun, hər gün yeni bir xəyala addım atmaqdır. Mənə görə uğur sadəcə qarşımıza qoyduğumuz məqsədə gedib çatmaq deyil. Bu məqsədə gedən yolda sizin də qarşılaşdığınız kimi maneələrin hər birindən yəqin ki, müəyyən qədər təcrübələr əldə etmisiniz. Yəni uğura gedən yolda qoyduğumuz məqsəd deyil, həm də o məqsədə çatana qədər qazandığımız bütün təcrübələr də uğursa hesab edirəm mənə görə. Yəni mən belə düşünürəm. Təşəkkür edirəm Altay. Super, dostlar, çox sağ olun. Müzakirəmizə ilə davam edəcəyik. Əla, təşəkkür edirəm fikirlər üçün. Çox mənalı fikirlər oldu və hər birisindən əslində razıyam. Mən sevindim ki, siz uğur soruşulanda vəzifə, maaş, status, pul demədiniz. Amma yenə də istəyərdim tam aydınlıq gəlsin deyə mövzuya. Biz davam eləyək uğurla bağlı illüziyalarla. Adətən cəmiyyətimizdə uğur deyəndə nə başa düşülür? Uğur bərabərdir şöhrət, pul, status, düzdürmü? Yəni adətən biz həm sosial şəbəkələrdən gördüyümüzdə, eşitdiyimizdə yüksək vəzifəli şəxsləri, yüksək statuslu şəxsləri uğurlu hesab edirik. Sosial şəbəkələrdə dediyimiz kimi hər şey gerçək deyil əslində və hər zaman ora baxıb fikir formalaşdırmamalıyıq. Bunun iki tərəfi var. Bu səbəbdən bu sizi demotivasiya eləyə bilər. Düşünə bilərik ki, onlar istedadlıdır, uğurludur və onlar asanlıqla gedib ora çıxıblar, amma biz bacarmırıq. Belədirmi? Yenə də bu haqda danışacağıq. Və xəyalımızdakı işi tapmaq. Çox vaxtı biz gözləyirik ki, bax, həmin o vaxt gələcək və mən xəyalımdakı həmin işi tapacam, həmin vəzifədə olacam. Gəlin burayla yenə davam eləyək hekayəmizə. Xəyalımızdakı iş. Mənim qızım 10 aylıq idi və mən Azərbaycanın banklarından birindən korporativ hüquqşünas vəzifəsinə dəvət aldım. Çox sevincli idim. Mən korporativ hüquqşünas olacağam və bank sektorunda çalışacağam. Yəqin ki, bir çoxlarınız razısınız ki, bir çox gəncin hər halda arzusudur. Və orada işə başladım. Bir müddət çalışdıqdan sonra artıq bank sektoru mənə dar və darıxdırıcı gəlməyə başladı və mənə maraqlı idi başqa nələr var. Və mən oradan keçid etdim konsalting sahəsinə ki, hüququn digər sahələrini də öyrənim. Ancaq maliyyə hüququ deyil də, bəs hüququn bir çox digər sahələri var, mən onlardan xəbərsizəm. Biliklərimi artırmaq qərarına gəldim və çox prestijli Dreamwork sayılan bank sektorunu tərk etdim və keçdim Azərbaycanda yeni açılmış beynəlxalq konsalting şirkətinin ofisinə hüquqşünas kimi. Və orada başladım çalışmağa. Burada məncə səsləndirə bilərik artıq uğurun məncə ən vacib amillərindən birini. Mən tək mənim üzərimə qoyulan qədər deyil, hər zaman ekstra etmişəm. Hər zaman daha çoxunu etmişəm. Hər zaman baxmışam ki, mən harada faydalı ola bilərəm. Məsələn, həmin vaxtı şirkətimizin CEO-su rəhbəri maliyyə sektoru ilə, banklar, insurans, sığorta şirkətləri ilə əməkdaşlıqlar qurmaya çalışırdı, partnyorluq münasibətləri. Və mən bank sektorundan çıxdığım üçün orada rəhbər vəzifəli bir çox şəxsi tanıyırdım. Və o isə də şirkət CEO-suna dəstək oldum. Və biz çox böyük bir müqavilələr imzaladıq. Bu ona gətirib çıxartdı ki, artıq şirkətin rəhbəri ilə birlikdə mən işgüzar görüşlərə, digər böyük qurumların rəhbər vəzifəli şəxsləri ilə qatılmaya başladım. Və kifayət qədər qısa müddət sonra mən aparıcı hüquqşünas, sonra baş hüquqşünas, sonra hüququn rəhbəri, şirkətin layihələrin rəhbəri və sonra da CEO-nun müavini oldum. Əslində, biz burada keçid görürük. Mən artıq hüquqda deyil idim. O zaman bunu tam da anlamırdım, amma əslində mən artıq hüquqdan biznesin idarə edilməsi hissəsinə keçmişdim. Biraz keçdi, işlər stabil idi, mən rəhbər vəzifədə idim və mən Paşa Holdingdən dəvət aldım. Növbəti iş yerimə
Yeni fintech şirkəti Azərbaycanda qurulurdu, lokal. Bizdə bazarda bilirsiniz ki, bu az inkişaf etmişdi, bir neçə il bundan öncə və məni ora hüquqa rəhbər kimi dəvət etdilər. Və mən baxmayaraq ki, burada da əslində kifayət qədər böyük vəzifədən getmək qərarındaydım, o qərarı verdim. Backstep kimi, geriyə dönüş kimi vəzifə baxımından görünsə də, mən yeni bir sahəni öyrənmək istirdim. Fintech, IT şirkətində çalışmaq istirdim və bu keçidi etdim. Və mən hüquqda idim yenə, hüquqda rəhbərlik edirdim. Amma yenə də ancaq hüquqla məhdudlaşmırdım. Və gəlin keçək müəyyən bir statistik məlumatlara. Düşünürəm ki, burada faydalı olacaq. Beynəlxalq statistik məlumatlara baxarıqsa, dünyada yalnız 33% işçilər karyerasını uğurlu sayır. Mənbələr orada qeyd olunub. Təqribən 40% şəxs bitirdiyi ixtisasa uyğun çalışmır. Bu dünyadadır. Azərbaycanda baxa bilərsiniz, 2025-ci ilin göstəriciləridir. Cəmi 42% şəxs bitirdiyi ixtisas üzrə çalışır. Yəni 58%-i bir çoxu. Ya bu sahədə ixtisası ilə bağlı çalışa bilmir, ya da ki çalışmır. Gənclərin 74%-i karyera yolunu təqribən 5-10 il ərzində ən azı bir dəfə dəyişir. Və pulla bağlı çox balaca bir faiz, 25% pulu, yüksək maaşı həqiqətən də uğur hesab eləyir. Bu rəqəmlər bizə çox şey deməkdir, yəni statistika aldatmır. Bu nə deməkdir? Növbəti illüziya. Uğur hər zaman bitirdiyimiz ixtisas üzrə çalışmaq deyil. Və əgər biz müəyyən bir yolun başlanğıcında, bir ixtisasda, bir peşədə uğurlu ola bilmiriksə, bu o demək deyil ki, biz bacarmırıq nəyisə və yaxud da ki, biz uğurlu deyilik. Ola bilsin ki, bizim yolumuz fərqlidir. Və bunun üçün zaman lazımdır. Gəlin keçid edək. Uğur əslində nədir anlayışına? Uğur nədir anlayışını deməmişdən qabaq. Fikri dəyişənlər varmı uğurla bağlı əlavə bildirmək istəyirəm? Bu dəfə bəylərlə daha çox davam edəcəm. Gəlin siz. Mən belə düşünürəm ki, mövzunun adından getmək istəyirəm. Biz uşaq vaxtı olanda əsasən digərlərini görüb onların işlərini bəziləri sevgi ilə yanaşır, bəziləri sevgi ilə yanaşmır. Ona əsasən gələcəkdə nə olmaq istədiyimizi seçirdik. Məsələn, polis olacaq, həkim olacaq və s. Ancaq böyüdükcə artıq bəzi şeylər aydın olur bizə və istədiyimiz ixtisası seçmək istəyirik. Bayaqki statistikada gördük ki, bir çox adam əslində bitirdiyi ixtisas üzrə çalışmır. Bunun da əsas səbəbi mən düşünürəm ki, universitetlərdə olan bal sistemi ilə əlaqəlidir. Yəni belə deyim, oxumayan biri, məsələn, oğlanları nəzərdə tuturam, sırf əsgər getməsin deyə universitetə qəbul olur və universiteti bitirdikdən sonra artıq heç bir şey əldə edə bilmir, uğur əldə edə bilmir. Bundan əlavə olaraq düşünürəm ki, bir də universitetə istədiyi ixtisasa qəbul olub heç bir şey etməyən insanlar da var. Yəni müəyyən bir təlimlərə, kurslara getmir, sadəcə universitet yolunda gedir. Bu da doğru bir şey deyil. Yəni uğur qazanmaq üçün əslində hər şeydən bir şey götürmək lazımdır. Yəni illüziya bizim ağlımızın, beynimizin bizə oynadığı bir oyundur deyə bilərik də əsasən. Biz daha çox reallığı qəbul etməliyik, öz gücümüzü, öz potensialımızı bilməliyik ki, biz nə ola bilərik. Əsasən bunun üzərində çalışıb, müəyyən təcrübələr əldə edib və səhvlər yaranarkən motivasiyadan düşməyib, həmin uğura doğru inamla irəliləməliyik. Tamam, təşəkkür edirəm. Bəli, qabaqdakı bəyə də verək mikrofonu. Məncə uğur bacaracam deyib başlayanın və sonda bacardım deyə bilənindir və bayaq da özünüz qeyd etdiniz ki, məsələn siz bank sektorunda xoşbəxt deyildiniz, hansı ki çoxların arzusudur. Niyə? Çünki çox gözəl bir deyim var, aforizm var, qeyd olunur ki, kiçik şeylərlə xoşbəxt olmaq deyə bir şey yoxdur. Bizi xoşbəxt edən hər şey böyükdür. Yəni mənim üçün uğur sayılan digər üçün uğurlu sayıla bilməz və yaxud da digər üçün uğurlu sayılan mənim üçün uğurlu sayıla bilməz. Super. Təşəkkür edirəm. Sağ olun. Tamam. Uğur haqqında demək istəyərdim. Demək, uğur bizim əslində bir iradəmizdir. Güclü olmalıdır iradəmiz. Çünki istənilən təhsil müəssisəsində təhsil alan hər bir tələbə və ya yetişkən bir gənc iradəli olmalıdır və məqsədi düzgün olmalıdır. Bayaq siz qeyd etdiniz ki, valideynlərin təzyiqi ilə bugünkü gündə təhsil müəssisələrində təhsil alan gənclərin və valideynin ortamın, ətrafın ki, o orada oxuyur, qonşunun oğlu orada oxuyur, sən də orada oxumalısan, o təzyiq altında oranı həvəssiz, uğursuz bitirdikdə gələcək karyerasında iş tapa bilmir. Uğurda illüziya dedikdə mən məsələn öz uğurlarımda heç birində hal-hazırda göstərdiyim təşkilatlarda, fəaliyyətimdə mən şan, şöhrət, hər hansı pulu, maddiyatı görmürəm. Çünki öz bilik səviyyəmi irəli görürəm. Çünki bir orta təhsil müəssisəsində çalışan bir pedaqoji işçi kimi 5 il orada işləyib, öz ərzəmlə çıxıb, yenidən
kollec təhsili olaraq peşə təhsil mərkəzini seçmək, yenidən sıfırdan başlamaq. Məncə bu ən böyük uğura gedən bir yoldur. Bu uğurlu bir yolda bəlkə də heç işim də olmayıb. Üzərimdə 1 manatım da olmayıb. Bəlkə də fikirləşmişəm ki, bu mənim üçün nə qədər doğrudur ki, yəni o boyda yerdən özünü birdən-birə ən dibə atmaq və oradan birdən-birə başqa istiqamətdə qalxmaq, məncə orada mənə iradə və məqsəd. Alqışlayaq, gözəl, təbrik edirəm də, xoş halınıza. Tamam. Mən uğuru qısaca belə deyə bilərəm ki, daim inkişaf etmək və daim yeniliklər axtarmaq eynən siz kimi. Siz hər zaman inkişaf etmək arzulamısınız və eynən də həmişə yeniliklər axtarmısınız. Ona görə də həmişə uğurlu nəticələr əldə etmisiniz. Təşəkkür edirəm. Çox sağ olun. Əlam, təşəkkür edirəm dostlar və yenə də hər birinizdən maşallah çox proaktiv və yetişkin bir auditoriyanın qarşısındayım. Bu da kifayət qədər qürur vericidir. Təşəkkür edirəm. Uğur çox vaxtı müəyyən bir imkanın ələ düşdüyü zaman ona hazırlıqlı olmaq və yüksək motivasiya şəraitində olmaqdır. Yəni, deyək ki, bir imkan gəlir, çıxır, amma siz hazırlıqlı deyilsiniz. Motivasiyanız olsa da, hazırlıqlı olmadığınız üçün həmin imkandan istifadə edə bilmirsiniz. Və yaxud da ki, imkan düşür, siz hazırlıqlısınız, amma həmin vaxt müəyyən səbəblərdən motivasiyanız yüksək deyil o imkandan yararlanmaq üçün. Yenə də uğur status deyil, qeyd etdiyiniz kimi, bu bir haldır. Və uğur hansısa medal da deyil, bu bir yoldur. Mən sizə öz hekayəmi nə üçün danışdım? Gördünüz ki, onun bir çox hissələrində əslində məni, Ülkəri, həmin vaxtı tanısaydınız, həyatımın həmin dönüşlərinə baxsaydınız, siz məni uğurlu biri kimi görməyəcəktiniz. Halbuki mən indi sizin qarşınızdayım və belə bir çıxış etmək şərəfinə nail olmuşam. Aydınlığa gedən yol. Biz illüziyadan çıxırıq, yavaş-yavaş aydınlaşmaya başlayırıq. Özünü dərk etmək. Uğur qazanmaq üçün mənə görə ən vacib amillərdən biridir. Biz özümüzü dərk etdiyimizdə artıq bir strategiya qura bilərik. Strategiya plan deyil, yəni bu bir siyahı deyil, nə etməliyəm, birinci step, ikinci, üçüncü. Bu bir yol xəritəsidir. Yəni sizin orada həmin yolu düzgün getmək üçün, düzgün qərarlar vermək üçün bir məqsədiniz olmalıdır. Və həyatdakı yerinizi tanımalısınız. Hamımız bu dünyaya nə üçünsə gəlmişik. Hər birimiz. Hər birimiz lazımıq. Hər birimizin müəyyən bir missiyası var. Və biz müəyyən bir enerjimizi bu missiyanı tapmağa yönəltməliyik. Və bizim müəyyən bir missiya və məqsədimiz olduğu təqdirdə bu yolu getmək daha da rahatdır. Çünki çətin zamanlarda doğru qərarlar verə bilirik. Məsuliyyəti qəbul etmək. Yəqin ki, razılaşarsınız ki, bir çox insan, biz də bəzən bunu edə bilərik, həyatın hansısa hissəsində məsuliyyəti digərinə yüklüyor. Məsələn, mənim valideynim bunu edib. Mənə imkan verməyib ki, mən rəssam olub. Halbuki mənim istedadım var idi. Həmin vaxtı məni işləməyə qoymadılar və mənim qrup yoldaşlarım artıq bir neçə il staja malik idi, mən isə hələ indi yolun başlanğıcına çıxırdım. Fayda vermək istəyiriksə, deyək ki, biz qərar verdik ki, faydalı olacaq. Kimlərə faydalı ola bilərik? Bunlardan ən birincisi ilə valideynlərimizdir ki, yəni bizi bu günə gətirib çıxardanan ən böyük məsuliyyəti, ən böyük faydası onlardan gəlir. Digərisi faydanı daha çox gələcək nəsillərə verib. Bu da ki, valideynlərimizin bizə qatdığı dəyərlərdən, faydalardan özümüz də onları formalaşdırıq özümüzdə. Yeni bir şeylər çıxardırıq ortaya. Bunlar necə deyim, kitablardan da olar, aldığımız biliklərdən də, ətrafdan gördüyümüz bir çox hadisələrdən də ola bilər ki, bunu gələcəyə ötürük, nəsillərə ötürük. Bu da bizdən gəlir. Təşəkkür edirəm. Çox sağ olun. Növbətdəyim. Kimin fikri var? Məncə iş kollektivimizə, ətrafdakılarımıza, çünki əgər belə bir şey var da, support icazə, yəni dəstək qanunu, bu prinsiplə işləsək biz özümüzə də faydalı ola bilərik, ətrafdakılarımıza da faydalı ola bilərik ki, bu da bizə gələcək uğurlara zəmin yaradır. Təşəkkür edirəm, super. Bir nəfərdən də alacağım fikri və davam eləyək. Buyurun. Mən düşünürəm ki, insan faydalı olduqda, faydalı bir əmələ yiyələndikdə ilk özünə fayda vermiş olur və özünə fayda verdikdə də insanda özünə inam yaranır və digər gələcək məqsədlərinə nail olmaqda bu ona bir dəstək olur. İnsan ilk öncə özünə fayda verdikdən sonra daha sonra cəmiyyətə, digər şəxslərə, yoldaşlarımıza, dostlarımıza və yaxud da ilk öncə yəni ailəmizə yəni fayda vermiş oluruq. Yəni mən belə düşünürəm. Təşəkkür edirəm. Super.
Məncə alqışlanmasıdır, çünki əslində mənim deməli olduqlarımın bir hissəsini də siz dediniz. Faydalı olmağın əslində biz açıqladıq nəyə görə lazımdır uğurlu olmaq üçün. Burada da həmin o maliyyə qanunu işləyir. Biz fayda verdikcə onlar çoxalır və mütləq sizin həyatınızda qarşınıza çıxacaq. Biz bu haqda sonuncu slaytlarda da danışacağıq və bəli, kimlər üçünsə bu valideynlərdir, kimlər üçünsə bu övladlarıdır, kimlər üçünsə bu vətənidir və ya bunların hamısı idealda olmalıdır. Biz başqalarını düşündükdə bizim hamımızın içində fədakarlıq bir ruh var, fədakar ruh var. Biz əslində daha bilməm nə ilə bu bağlıdır, daha böyük motivasiya ilə nəsə eləyə bilirik. Bu mən özümdə bunu görmüşəm. Mənim bir çox çətin anımda mənim üçün böyük motivasiya olan mənim övladlarım olub. Daha sonra mənim qohum-əqrabam olub ki, oradakı yetişən gənclərə yaxşı bir nümunə ola bilim və onlar məni nümunə götürüb ali təhsil ocaqlarına daxil olmağa çalışırlar və s. və bu da mənə bir məsuliyyət yükləyirdi ki, mən istəyirdim artıq bunu doğruldum onların gözündə. Bəs hər şey plan üzrə getmədikdə nə etməli? Təsir əks təsirə bərabərdir. Super, təşəkkür edirəm. Bəzən bunu da eşidirik ki, məktəb proqramı nəyə lazımdır? Biz o bilikləri fizika və s. harda tətbiq edirik? Baxın, indi görəcəyik ki, həyatımızda həmin qanunları maliyyəçi olmasaq da, fizik olmasaq da necə tətbiq edərik? Təsir, əks təsir. Biz həyatımızda əslində bunu həmişə yaşayırıq. Əgər bir təsir varsa, bir hərəkət varsa, siz hər zaman ona bərabər əks təsir, əks hərəkət görəcəksiniz. Yəni, əgər siz uğurlu birisinizsə, siz hər zaman böyük bir əks təsirinin qarşı-qarşıya olacaqsınız. Hər zaman maniyalar olacaq, hər zaman sizə qarşı çıxanlar olacaq, hər zaman hardasa qısqananlar olacaq, sizinlə razı olmayanlar olacaq, qarşınızda maniyalar qoyanlar olacaq. Bu həyatın, Newtonun qanunudur. Bunlar olacaq. Ümid edirəm ki, bugünkü görüş sizin üçün faydalı oldu. İzləyicilərimizə də eləcəm. Hər birinizə təşəkkür edirəm. Və görüşümüzün ən maraqlı, bəlkə də bir çoxları üçün hissəsinə gəlib çıxırıq, hədiyyələr. Sual verməyə istəyib, verə bilməyənlərə də çox sağ olun. Vaxt dar olduğu üçün hər kəsə vaxt ayıra bilmədim. İnşallah ki, anlayışla qarşılayırsınız. Gəlin, bir neçə şəxsi seçməliyəm. Random seçəcəm, çünki bütün suallar gözəl idi. Gözümə orada bənövşəyi rəngdə bir xanım dəyir. Tərlan xanım idi. Tərlan xanım, təşəkkür edirəm suallarınız üçün, iştirakınız üçün. Buyurun, bu sizin hədiyyəniz. Buyurun. Çox sağ olun. Siz sağ olun, iştirakınız üçün təşəkkür edirəm. Keçək növbəti iştirakçıya. Məncə balansı, gender bərabərliyini saxlayaq. Bəyimizi alacağım səhnəyə. Təşəkkür edirəm iştirakınız üçün. Çox sağ olun. Uğurlar olsun. Uğurlar. Növbəti iştirakçılardan Aytaç xanım, hələ 2 əcəyimiz var. Təşəkkür edirəm gəldiyiniz üçün. Sağ olun, uğurlar olsun. Növbəti bəy olmalıdır. Göy köynəkli bəyimizi çağıracağım səhnəyə. Baxın, bəzən geyimlər də həyatımızda rol oynayır. Bənövşəyi gözə çarpırlar dərhal. Siz sağ olun. Sağ olun. 5 dənə hədiyyə olduğu üçün gender bərabərliyini biraz pozacağam, amma şəxsi qəbul olunmasın deyənə bəyimizə verəcəm. Zəhmət olmasa siz gəlin. Sizə də hədiyyə yüksəliş müsabiqəsinə düşür. İnşallah uğurlar. Sağ olun. Və son olaraq gəlin sizinlə bir selfie çəkdirək, yadigar. Bu da bizim həyatımızın növbəti uğuru olsun və daha böyük uğurlara yol açsın. Hamınız görüm düşürsünüz. Belə kamera baxıb gülümsəyirik. Thank you.